13 yaşlı qızın hamilə qalması hamımızı sarsıtdı. Daha sarsıdıcı olanı isə təcavüzkara şərti cəza verilməsi oldu. Bu barədə danışmaq çox çətindir. Bir uşaq istismar edilir, atılan addım nədir? O uşağı təcavüzçünün əlinə vermək. Ailələrin razılığı ilə nikah olacaq deyilir. 13 yaşında uşaq necə razı ola bilər? Azərbaycanda yaş həddi açıq şəkildə göstərir ki, bu qanuni olaraq uşaq istismarıdır. Məhkəmə isə cinayətkara şərti cəza verib azadlığa buraxdı. Çünki artıq ailələri razıdır, çünki mentalitet belə tələb eləyir. Bu arada uşaq yenidən valideynlərinin himayəsinə verilib. Bəli, uşağın zorlanmasına susan, hadisəni örtbasdır etməyə çalışan, qızının başına 1000 oyun açan şəxsi bağışlayan valideyndən söhbət gedir. Ədalət sistemi belə valideynlərə bir daha uşaq etibar eləyir və profilaktik söhbətlə məsələni bağlayır. Ümumiyyətlə, bu profilaktik söhbət termini artıq hüquqsuzluğun sinoniminə çevrilib. Azərbaycanda bu hadisələr təəssüf ki, təklük deyil. Cəmiyyət və hüquq mühafizə orqanları isə bunu ailə daxili məsələ kimi görür və cinayətkarlar qorunur. Həkimlər məlumat yaymasaydı heç bəlkə bu söhbətdən də xəbərimiz olmazdı. Acınacaqlısı budur ki, qızın gələcəyi artıq məhv edildi. O sadəcə bioloji olaraq uşaq dünyaya gətirib, amma nə özü uşaq olduğunu anlayacaq, nə də gələcəkdə bir pedofilin evində öz hüquqlarını qorumaq üçün bir yol tapa biləcək. Çünki onun və onun kimi yüzlərlə qız uşağının hüquqları artıq ilk dəqiqədən etibarən mentalitetə qurban verildi. Cəmiyyət hökmləri təkcə mütləq ədalətə yox, vicdan anlayışına da qalib gəldi. Yoxsa bir valideyn qızına qarşı bu hərəkəti eləyən adamı niyə bağışlasın?